ağamalı fikirləşir ki, ata sərvəti gərək bərabər böləsən də. Məsələn, hə də, yəni ki, sən mandatı verdin bacıya, bəs mənə də partiya sədrliyini ver də. Mən də bir çaq-çuxma eləyim də, mən də bir qazancı. Necə olur sən həm mandatı verirsən bacıya, qıza, həm də ki, partiya sədrliyini verirsən. Ay sağ ol. Yəni burada bilirsiniz, ideologiya, partiya falan heç nə yoxdur. Bunlar konkret pulun davasıdır. Və İlham Əliyev bu adamları Milli Məclisə təyin edir. Yəni faciə odur. O Fəzaili təyin edir. Fəzail də təyin edir ki, mən öz mandatımı kimə verəcəm. Bax belə, bu da təyinatdır. Bəs deputat təyin olanda Sevinç xanım. Deməli bu bacı qardaşın qədrini bilməyən, ata oğlunun qədrini bilməyən, bilirsiniz ki, Elman Nəsirovun da qızı çıxdı ortaya, deyir ki, ata mənə baxmır. Bu insanlar uşaqlarının qədrini bilməyən, uşaqlarına sahib çıxa bilməyən adamlar Milli Məclisdə oturur və bu millətə ağıl öyrədir. Faciə odur ki, bax bu adamlar, cəmiyyət bunları tanısın və görsün. Fəzail Ağamalının qızı deputatdır, Elman Nəsirov özü deputatdır və TikTokda bugün trenddə Elman Nəsirovun qızıdır. Qızı da çıxıb deyir ki, ay ata, mən acından öləm, mənim problemlərim var, bir maraqlan məndən, bir kömək et, bir dəstək ol, bir qızına sahib çıx. Və Elman Nəsirov da bu deputat bugün açıqlama verib ki, bəs bu qızımı öyrədən radikal müxalifətdir. Doğrudan deyirsiniz, elə deyibdir. Mən bu haqda video çəkmişdim. Və öz qızını atıb radikal müxalifətin üstünə deyib ki, müxalifətçilər bunu öyrədir. Onu görəsən uşağı üzr istəyirəm, deməyə sözü tapmıram. Edəndə də görəsən müxalifət edib. Radikal müxalifət. Və bax millət də bunu görməlidir ki, Milli Məclisdə ailə dəyərlərini bilməyən, ailəsinin qədrini bilməyən, ailəsinə sahib çıxmayan adamları təyin ediblər. Amma maraqlı məqam odur ki, İlham Əliyev də bilir ha bunlar kimdir. Və İlham Əliyevə məhz belələri lazımdır ki, qızına sahib çıxa bilməyən, ailəsinə sahib çıxa bilməyən, harda əclaf, harda əxlaqsız, harda şərəfini itirmiş var, deyir, davay, tapın, seçin Milli Məclisə. Milli Məclisdə özünə hörmət eləyən, ailə dəyərlərinə, övladına sahib çıxan. Biz onları elə bir vəziyyətdə saxlayırıq ki, yəni onlar bizim o torpağımızda, o səngərdə, onlar səngərdə əylə-əylə gəzsinlər. Mənim torpağımda dik gəzmək onlara olmaz. Mən Nəsirova Laləzar, Elman qızı, Milli Məclisin deputatı Elman Nəsirovun ilk nikahından, yəni ilk rəsmi nikahından olan evladıyam. Yazım gəldi həqiqətən bu xanıma. Həqiqətən. Mən kasıbçılıqla böyüyüb. Mənim 4 yaşım tamam olmamış. Onlar rəsmi şəkildə ayrılmışdılar. Mən anamın himayəsinə verilmişəm. Mən heç vaxtı yəni öz kimliyimi hər zaman gizlətmişəm. Belə videolar çıxış etməmişəm. Həmişə çalışmışam ki, atamın işinə, iş nüfuzuna heç bir zərər, ziyan toxunmasın. Və hər dəfə mən onun tərəfini saxlamışam, müdafiə eləmişəm. Öz ailəmdə, qurduğum ailədə dəfələrlə o təhqir olunub, dəfələrlə mən alçaldılmışam. Amma hər zaman mübarizə aparmışam ki, mənim atama söz deyilməsin. Buna Allah şahiddir ki, mən hər zaman onun tərəfini tutmuşam. Yəni faktiki bu xanım... Bunu göstərdim. Hə, göstərir. Mən ailə qurduğum üçün Əliyevadır. Başqa sənədləri göstərərəm. Nəsirova, Əliyeva Laləzar, Elman qızı. Sonra toy şəkillərində göstərib ki, onu da yayıb ki, bəs atam anamla evlənib. Amma heç toy şəkillərinə ehtiyac yoxdur da. Yəni bu qızın dansına... Üzünə də görsənir ki, elə dans... Bəli, kopyasıdır. Yəni faktiki, deməli bu xanımı tamamən tullayıb küçəyə. Bu uşaq qayğısız, valideynsiz, kasıbçılıqla böyüyüb. Deyir ki, bu gəlir idman zalına, həmindir idman zalının yanında mən deyir kirayədə qalıram, gəlib mənə baş çəkmir, uşaqlarıma baş çəkmir, başına oyun gətirilir. Yəni izləyicilərimiz yəqin ki, bu videonu izləyiblər. Yəni həqiqətən dəhşətdir bunları izləmək ki, yəni bir xanım, bu deputat Elman Nəsirov pula pul demir, elə deyilmi?
Əlbəttə ki, Bu kamera, bu studiyadan o bir studiyaya gedir, keyf edir, belə bir həyat yaşayır. Sən demə bu adamın öz doğmaca balasını küçəyə tullayıb ikili həyat yaşayır. Yəni bu adamın ikinci arvadı var, ikinci nigahdan 3 uşağı var. Bunları öz uşaqları kimi tanıyır. Birinci nigahından olan uşağı isə tamamilə küçəyə tullayıb. Yəni bu xanım bu saat onun üçün yalvarır ki, mənə heç olmasa qalmağa yer ver. Uşaqlarımla yaşaya bilim. Gəl biraz da irəli gedək, izləyək. Sən gör nə gündəsən ki, sənə ev telefonun demir, səni saymır. Biz səni niyə saymalıyıq? Biz sənə niyə hörmət eləməliyik? Bundan istifadə eləyib, bundan sui-istifadə eləyib, yoldaşım da, qaynatam da mənə ələ salırlar ki, sən heç kimin yoxdur, sən yəsizsən, gör o uşaqlarına necə gözəl baxır. Onun qızları, uşaqları xaricdə oxuyurlar, böyük, yəni yaxşı yerlərdə oxuyurlar, onlarla maraqlanır. Mən öz bacılarımla da əlaqə saxlamağa çalışmışam ki, yəni ögey də olsaq biz bir atanın övladlarıyıq. Biz bir-birimizlə mehriban olmalıyıq, amma onlar deyiblər ki, bizim sən adda bacımız yoxdur. Halbuki onlar məni heç vaxt görməyiblər. Bir dəfə görüblər, mən o vaxt gedəndə bayaq dediyim kimi onun 3 yaşı var idi. Sonra mən belə başa düşdüm ki, heç aliment də ödənməyib. Yəni aliment Azərbaycan qanunvericiliyinə əsasən hamı ödəməlidir də aliment. Məlum olur ki, deputat özü aliment ödəməyib. Yəni uşaq pulsuz, atanın alimentsizi böyüyüb və yeri gəlmişkən başqa bir videoda xanımın anası da danışır. O sadəcə olaraq lənət yağdırır və s. Onun üçün onu göstərmədim. Yəni bu bir faciədir. Bu bizim gəl eşidək. Mənim müvəqqəti yaşamaq üçün bir köməklik eləsin. Mən hardasa ev tikilənə kimi gedim orada qalım ailəmlə, yoldaşımla, uşaqlarımla. Əgər yoldaşım mənlə yaşamaq gəlmək istəsə, onun da anası rəhmətə gedib. Bayaq dedim kimi qaynanam, baldızım ərdədir, tək övladdır. Deyir, mən atam da bu vəziyyətdə onu tək qoyub gedə bilmərəm. Amma mən neyiniyim? Məni çölə salır. Mən uşaqlarımı düşünüm. Neyiniyim? Mən bilmirəm. Siz mənim yerimdə olsanız neyniyərdiniz? Həqiqətən də Mən dəhşətdir. bunu istəyirəm ki, atamdan. O mənə şərait qursun. O mənə müvəqqəti qalmağım üçün ev vermirsə, müvəqqəti qalmağım üçün mənə bir yer versin ki, mən gedib polisə, ora-bura niyə yerləşməliyəm? Mənə deyirlər ki, sığınacağa yerləş. Mən belə bir atam olar. Niyə onun uşaqları xaricdə, orada-burada, kefdə, evləri Dəhşətdir, dəhşət. Dəhşət, həqiqi dəhşətdir. Və öz qızı ilə maraqlanmayan, öz qızına kömək eləməyən adam millətə nə kömək eləyəcək, necə İkili həyat yaşayır da bu adam. Yəni bilirsiniz, mən hətta xatırlayıram ki, əvvəllər məsələn əxlaq məsələsi nə dərəcə əhəmiyyətli idi də ki, vəzifədə olan şəxsin ikinci həyatı, ikili həyatı ola bilməz. Uşaq ailəsi kimsə məsəl üçün bir şikayət yazsaydı, yəni o adam getdi, onu vəzifəsini də itirərdi, hər şey, yəni bir əxlaq məsələsi var idi. Əxlaq. Burada bir əxlaqsızlıq, sən gedirsən, uşaq dünyaya gəlir, tullayırsan onu, mənə lazım deyilsən, mənə bu bir uşaqlarım lazımdır və salam, küçələrdə böyüyür uşaq. Millətin vəkili, yəni bu millətin dərdinə qalan, bu Elman Nəsirov aliment haqda qanunlar qəbul eləyir. Bu deyib ki, qanuna riayət eləmək lazımdır. Amma öz qızına nə yardımını eləyib, nə alimentini verib və qız da qalıb küçələrdə. Mən indi bayaq baxmışam, Elman Nəsirov ikinci bir açıqlamada verib ki, mən qızımı məhkəməyə verəcəm. Təsəvvür etsin, o birisi Fəzarla Qamala orada deyir oğluna ki, mən məhkəməyə verəcəm. Bu gün Valla bilmirsən güləsən yoxsa ağlayasan, həqiqətən. Yəni bu dəhşətdir. Bu dəhşət. Onsuz da bu uşağı sən ömürlük xəstə eləmisən, bədbəxt eləmisən. Bu uşaqlıq görməyib, küçələrdə böyüyüb, danışır. Yəni həqiqətən çox acınacaqlı həyatı olub bu xanımın. Və sən indi təsəvvür edirsinizmi, bu məhkəmələr də hamısı sifarişli məhkəmələrdir. Sən bu məhkəmələrə, bu xanımı indi məhkəmələrə salacaqsan. Onsuz da sənin onun qarşısında o qədər borcun var ki, sən ömür boyu çalışsan da o borcdan çıxa bilməyəcəksən. Və bizim bu sifarişli hakimlərin bu saat onların ümidinə sarırsan ki, indi get iki balanı yanına sal və getginən bu məhkəmə. Bilirsiniz, mən bu dərəcədə mənəviyyatsızlıqdan söhbət edirəm. Mənəviyyatsızlıq. Yəni məsəl üçün buyurun. Sistem elə qurulub Sənin xanım. Yəni İlham Əliyevə elə mənəviyyatsız şəxslər lazımdır ki, bunları lazım olanda efirə çıxardıb və desin ki, ay cəmaət, bax seçim bunlardır ya mən. Və cəmaət də deyir ki, hə, bu Elman kimlər, Fəzailə Qamalı kimlər olmaqdansa, elə Mika, Əliyə,
Ay nə bilim balaca Heydərə səs verək də, heç olmasa bunlar belə deyək də nəslinə sahib çıxırlar da. Bəli. Və bax bu bütün bu klaunada, bütün bu teatr mən düşünürəm ki, bu da İlham Əliyevin əlindədir. Ki cəmiyyəti göstərir ki, baxın, mən sizi təhqir eləyirəm, sizin yerinizə bu adamları millət vəkili təyin edirəm, amma bilin ki, bunlar heç millət dərdində yox, heç ailə dərdində deyirlər. Yəni öz uşağına sahib çıxa bilməyən millətinə necə sahib çıxa bilər? Yəni siz təsəvvür edin ki, biz bəzən fikirləşirik ki, bu Elman nəsil biraz əvvəl verilişin əvvəlində gördük də bu hardaydı? Nə danışırdı verilişin əvvəlində? Burada danışırdı ki, biz onları elə bir vəziyyətdə saxlayırıq ki, biz elə bir vəziyyətdə saxlayırıq ki, yəni onlar bizim o torpağımızda, o səngərdə, onlar səngərdə əylə-əylə gəzsinlər. Mənim torpağımda dik gəzmir. Yəni bilirsiniz bu nədir? Yəni bunu deyəcək adam, yəni İlham Əliyev bu cür əylən, yaltaqlıq edən, yalnız belə adamlar ola bilər də. Mənəviyyatı olan adam özünə sığışdırarmı bu qədər? Özə söhbət o vaxtdan gedir ki, Qarabağ işğalda, Paşinyan nə bilim Şuşada yallı gedir. Bu çıxıb bizim parlamentimizə aldadırdı ki, onlar deyir əylə-əylə gedirdi. Torpağımız bunda, bunlar deyir ki, əylə-əylə. Yəni bu bilirsiniz, bu rəmzidir. Bu göstərir ki, Əliyevlərə xidmət edən, bax bu cür mənəviyyatsızlardır. Mən çox şadam ki, əslində bunlar faş oldu. Kaş ki, xanımın belə acı taleyi olmayaydı. Və yaxşı ki, hamı paylaşır bugün o xanımın o videosunu. Bəli, bəli. Ya, o yaxşı bir haldır və məsələ odur ki, bunlar tək deyil ha. Misal üçün Fəzail Ağamalı elə yox, Elman Nəsrov yox. Milli Məclisdə kimi götürsən, hamısında eyni vəziyyət. Bir problem çıxacaq. Misal üçün Ombudsman Səbinə Əliyeva və Siyavuş Novruzov Ramiz Mehdiyevin toyunda iştirak ediblər. Ay sağ olun. Bu gün göçürlər. Bu gün göçürlər ki, kim bunu tanımır. Onlar bir tərəfdən karantin qəbul etmişdilər. Sən demə karantin kasıb üçündür də. İndiyədək davam edir geri gəlmişin karantin. Gələn ilədək davam uzadıblar karantini. Özləri isə özdəki belə ən şıdırğı vaxtında, həqiqətən də, yəni hələ vaksin də yox və s. Bunlar gedirdilər, keyf edirdilər toyun içərisində. Toy düzəltmişdi Ramiz Mehdiyev öz nəvəsinə. İndi deyəsən Məlahət İbrahim qızı da ona qarşı danışır, hə? Məlahət İbrahim qızı da mən sizə o videonu göstərmişdim ki, Məlahət İbrahim qızı, deməli Ramiz Mehdiyev vəzifədə olanda ancaq bütün günü parlamentdə sancaq və Mehman Hüseynovun torbasını tikirdi. Bu gün Ramiz Mehdiyev vəzifədən gedib, Məlahət İbrahim qızı mıxını götürüb əlinə, Ramiz Mehdiyevi torbasını tikir.